Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli uşaqlar, baxaq indi biz 6-cı sinif sınavının izahına. Deməli, bugün qrupumuzda paylaşdıq. Kim bizim ödənişsiz sınaq qrupumuza qoşulub, ödənişsiz sınaqlardan yararlanmaq istəsə, ekranda yazılan nömrədən əlaqə saxlaya bilər. 055 704 83 56 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Elə ekranda yazılıb. Deməli, vaxt itirmədən keçək suallarımıza. Baxırıq elə birinci sualımıza. Nə deyir birinci sualda? Deyir, mötərizələri açın. Yaxşı, gəlin biz də deyiləni edək. Mötərizələri açaq. Deməli, yazırıq. Bərabərdir. Uşaqlar, mötərizələr bir dəqiqə qələmi kiçildək. Mötərizələri açanda biz birinci uşaqlar nəyə fikir verdik? Deməli, mötərizənin qarşısındakı ədədi, mötərizənin içərisində olan hər bir ədədə ayrı-ayrılıqda vurmalıyıq. Vuran zaman da işarələrə fikir verməliyik. Deməli, baxırıq, -2-ni vururuq -a-ya. Uşaqlar, -2-ni -a-ya vuranda neçə olacaq? Baxın, yadda saxlayın. 2 mənfini bir-birinə vuranda cavabımız olmalıdır müsbət. Yəni, -2-ni -a-ya vuranda olacaq 2a. Yazırıq 2a. Sonra -2-ni vururuq -3b-yə. Nə demişdik? Mənfini mənfiyə vuranda müsbət olur. Deməli, burada yenə olacaq işarəmiz müsbət. -2-ni -3b-yə vuranda yazırıq üstəgəl 6b. Yazdıqmı bunu da? Sonra indi -2-ni biz vururuq 5-ə. Yəni, -2-ni müsbət 5-ə vururuq. Bir mənfini bir müsbətə vuranda cavabımız mənfi olur. Yəni, işarəmiz olacaq çıxılsın 10. İndi buna uyğun variant hansıdır? 2a üstə gəlinsin 6b çıxılsın 10. İndi baxaq ikinci sualımıza. 2-də nə deyir bizə? Bir dəqiqə. Deyir, AN bərabərdir 9 və AK bərabər -8 olarsa, AN çıxılsın K ifadəsinin qiymətini tapın. Deməli, uşaqlar, çox rahatdır. Bizə AN-in də qiymətini verir. AK-nın da qiymətini verir. Gəlin, birinci biz bu ifadəmizi açaq. A vurulsun, N çıxılsın K-dır, düzdürmü? Deməli, biz A-nı birinci vururuq N-ə. Mötərizənin qarşısındakı hərfi mötərizənin içərisində olan dəyişənlərin hər birinə vurmalıyıq. A-nı vuranda N-ə olacaq AN, çıxılsın. A-nı K-ya vuranda, A-nı təkrar K-ya vururuq. Olur AK. Bu da bərabərdir. AN-in qiymətini bizə şərtdə verib. Neçədir? 9. Bəs AK-nın qiyməti neçədir? -8. Düzdürmü? Deməli, 9 çıxılsın -8. 2 dənə mənfi də bizə müsbəti verirmi? Yəni, olurmu uşaqlar? 9 üstə gəl 8. Bu da bərabərdir 17-yə. Olur elə birinci variant. İndi baxaq 3-ə. Yenə də sadələşdirindir. Deməli, mötərizənin açılması qaydasından açmalıyıq. Deməli, birinci mötərizəni olduğu kimi yazırıq. Bir də uşaqlar, mötərizəni açanda ümumiyyətlə fikir verirsiniz nəyə? Mötərizənin qarşısında mənfi işarəsi varsa, mötərizənin içərisində olan işarələr hər biri əksinə dəyişir. Məsəl üçün, üstəgəl olan çıxma olacaq, çıxma olan üstəgəl olacaq. Yox, əgər mötərizənin qarşısında üstəgəl işarəsi varsa, onda elə olduğu kimi qalır. Heç nəyi dəyişmirik. İndi bərabər yazaq, bunu altdan yazaq. Deməli, birinci mötərizənin qarşısında heç nə yoxsa bu plus deməkdir. Bir dənə uşaqlar mötərizəni açırsınız. Yəni, olduğu kimi qalır. X üstə gəlinsin, Y çıxılsın 2. İndi keçirik. İkinci mötərizənin qarşısında uşaqlar mənfi işarəsi var. Görürsünüzmü uşaqlar? Deməli, mötərizənin qarşısında mənfi işarəsi varsa nə demişdik? Mötərizənin içərisində olan işarələr əks dəyişəcək. Yəni, burada olacaq çıx Y. Burada x-imiz çıx x deyil, əksinə dəyişib olacaq üstəgəl x. Burada üstəgəl 2 deyil, indi bu mötərizənin qarşısında mənfi olduğuna görə əks dəyişib olacaq, çıxılsın 2. Bərabərdir. İndi hesablayırıq. Oxşar toplananları bir qruplaşdıraq. Burada da x var. Deməli, 1x burada, 1x burada. İşarələrdə müsbət. Yəni, x-in üzərinə x gələndə olacaqmı? 2x. Sonra
Y, bax bu Y-in işarəsi müsbətdir, bu Y mənfidir. Yəni Y-dən çıxırsan Y-ə. Nə qalacaq uşaqlar? Biri mənfi, biri müsbətdirsə getdi bu. Yəni 0 olacaq. Y çıx, Y 0. Yəni Y getdi artıq. Burada -2 burada, -2 burada. Yəni -2 çıx 2. Bu bizə neçəni verir uşaqlar? -4'ü verir. Düzdürmü? Ona görə də bunun yerinə yazırıq 2x çıxılsın 4. Bu variantda hansındadır? 2x çıxılsın 4. Elə birinci variant. İndi baxaq, oxşar toplananları islah edin. Deməli, baxıram. Bir dəqiqə, böyüdək. Aha, deməli, -2a üstə gəlinsin 3b, çıx c, üstə gəl 5a, çıxılsın 7c. Deməli, uşaqlar, oxşar toplananları islah edin deyirsə, biz burada, yəni, oxşar toplananlar, -2a burada, müsbət 5a burada. Deməli, birinci dəyişənləri eyni olanlara baxıram. Bu -2a-da, bu müsbət 5a-da. Bir mənfi, bir müsbət olanda uşaqlar, biz çıxırıq, ancaq böyüyün işarəsini yazırıq. Yəni, burada 5-dən -2a-nı çıxırsan. Yəni, 5 çıxılsın 2a. Deməli, işarəsi 5a-nın işarəsi olacaq, müsbət olacaq. Olacaq 3a. Sonra baxırıq, üstə gəlinsin 3b, b-dən 1 dənədir, bundan işimiz yoxdur. Ancaq c-lərdən 2 dənədir. Bir -c burada, -7c burada. 2 dənə mənfi olanda uşaqlar, yadda saxlayın. Toplayırıq, ancaq qarşısına yazırıq mənfi. Yəni, -c çıxılsın 7c. İndi biz bunu sadələşdirəndə necə sadələşdirməliyik? Toplayıb, bu -c uşaqlar 1c deməkdir. Yəni, -1c-dən -7c-ni çıxırıqsa, bunları toplayıb mənfi işarəsi yazırıq. Olur -8c. Yəni, olur çıxılsın 8c. İndi bu variantda 3a üstə gəl 3b çıxılsın 8c. Olur ikinci variant. İndi baxırıq 5-ci sualımıza. 5-də nə deyir bizə uşaqlar? Deyir, tərəflərinin uzunluqları verilən düzbucaqlının sahəsi neçə kvadrat vahiddir? Deməli, bu olsun uşaqlar bizim düzbucaqlı. Burada indi biz sahəni tapmaq üçün uşaqlar biz düzbucaqlının enini bilməliyik, uzunluğunu bilməliyik. Düzdürmü? İndi bunu necə taparıq? Biz birinci növbədə burada x-i tapmalıyıq ki, x-in qiymətini yerinə qoyub eni də tapa bilək, uzunluğu da tapa bilək. Yaxşı, gəlin tapaq uşaqlar. Baxın, bizə burada düzbucaqlının qarşı tərəflərin hər birimiz bilirik ki, düzbucaqlının qarşı tərəfləri bərabərdir. Yəni, 3x üstə gəl 1 neçədirsə, qarşı tərəfi, bax, burada həmlədə də bərabərdir. İndi burada baxıram ki, mən 3x üstə gəlinsin 1 bərabər olacaq uşaqlar neçəyə? Qarşı tərəf neçədir? 19-dur. 19-a. İndi biz bu tənliyimizi həll edib x-in qiymətini tapırıq. Deməli, 3x bərabərdir 19 çıxılsın 1 olacaq. Düzdürmü? Üstə, burada 1 üstə gəlsə, bərabərliyin digər tərəfinə keçəndə əks dəyişir. Deməli, 3x bərabərdir 18-ə, x də bərabərdir 6. Deməli, x-imizi 6 tapdıq. Gətirək yerinə qoyub hesablayaq. Deməli, x 6-dırsa, burada x-in yerinə 6 qoysaq. 6 üstə gəl 3. Deməli, eni oldu mu 9. Gətirib burada da 3x üstə gəl 1-də də bunu heç bilirik ki, bura 19-dur. Deməli, artıq eni də bildik, uzunluğu da. İndi 19-u vururuq 9-a. Bizə düzbucaqlının sahəsini soruşur. Sahənin düsturu necədir? A vurulsun B. Düzdürmü? A-nı da B-yə vuranda, yəni 19 vurulsun 9. Deməli, bax, burada yazım. 9 dəfə 9, 81. 1 yazırsa 8 yadda. 9-u 1-ə vururuq. 9. Yadda da 8 olur 17. Deməli, bərabər olacaq 171-ə. Olur elə birinci variant. İndi keçək. Baxaq 6-cı sualımıza. Baxaq 6-da nə deyir bizə? Deməli, -23 çıxılsın 7x, üstə gəl 4x, bərabərdir 7. Deyir, tənliyini həll edin. Yaxşı, birinci növbədə gəlin uşaqlar sadələşdirək. Yazırıq, -23 çıxılsın, yox, hələ baxaq. Deməli, -7x burada, müsbət 4x burada. Nə demişdik? Bir müsbət, bir mənfi olanda çıxıb böyüyün işarəsini yazırıq.
Burada böyüyün işarəsi mənfidirsə, deməli olacaq. Çıxılsın 7x-dən 4x çıxanda 3x. Bu da bərabərdir 7-yə. Sonra, indi burada yazırıq. Mənfi 3x bərabərdir 7 mənfi 23 buradadır. Üzərinə gəlirik. Bərabərliyin digər tərəfinə keçəndə işarə əks dəyişir. Olur üstəgəl 23. Deməli, mənfi 3x bərabərdir 7-nin üzərinə 23 gələndə 30. X də bərabərdir 30 bölünsün mənfi 3. 30-u da mənfi 3-ə böləndə uşaqlar neçə düşəcək? 30 bölünsün mənfi 3. Deməli, x də bərabər olur mənfi 10-a. Olur 3-cü variant. İndi baxırıq 7-ci sualımıza. Birinci yenə də tənliyə həll edindir. Birinci növbədə tənliyimizi sadələşdirməliyik. Yazırıq 47 çıxılsın. 5x-dən çıxırıq 2x-i. Neçə qalacaq uşaqlar mötərizənin içərisini hesablayanda? 5x-dən 2x-i çıxanda olur 3x. Düzdürmü? 47 çıxılsın 3x bərabərdir 5-ə. İndi bu tənliyə həll edək. 3x nəyə bərabər olacaq? 47 çıxılsın 5-ə. 3x də bərabərdir 42-yə. İndi x-i də tapanda bu nə deməkdir? 3 vurulsun x bərabər 42. 42-ni bölərik 3-ə. X də bərabər olacaq 14-ə. Olur elə birinci variant. İndi baxırıq 8-ə. Deməli 8-də nə deyir bizə uşaqlar? Deməli, deyir, şəkildə kvadrat, onun daxilində düzbucaqlı və onun tərəflərinin uzunluqları verilmişdir. Rəngli hissəsinin sahəsinin cəbri şəkildə göstərin. Deməli, uşaqlar, şəkildə kvadrat verilibdir, içərisində də düzbucaqlı verilib. Gəlin, birinci növbədə biz bu kvadratın sahəsini tapaq. Deməli, kvadratın sahə düsturu nəyə bərabərdir uşaqlar? S bərabərdir A kvadratına, düzdürmü? Yaxşı, S bərabərdir A kvadratına. Yəni, burada A'mız eni uzunu göstərir. Tərəfi, yəni kvadratın bütün tərəfləri bilirik ki, bərabərdir. A-da tərəfi göstərir. Yəni, 7-nin kvadratı. Bu oldu mu 49. Deməli, böyük kvadratımızın sahəsi oldu 49. İndi düzbucaqlının sahəsini tapırıq. Düzbucaqlının sahə düsturu necədir? S bərabərdir A vurulsun B. Bu da bərabərdir. A'mız 3 olsun. Eni uzunluğu da x çıxılsın 2-dir. Düzdürmü? Baxın, burada qeyd olunub. X çıxılsın 2. 3 vurulsun, x çıx 2. İndi bunu vurub açaq. 3-ü vururuq x-ə uşaqlar. Olur 3x. Sonra çıxılsın. 3-ü vururuq 2-yə 6. Oldu mu? Bax, bu oldu kvadratın sahəsi 49. 3x çıxılsın 6 da düzbucaqlının sahəsi. Bizdən də nəyi soruşur? Rəngli hissənin sahəsini cəbri şəkildə göstərin. Deməli, uşaqlar, biz rəngli hissənin sahəsini tapmaq istəyiriksə, deməli, kvadratdan çıxmalıyıq, kvadratın sahəsindən, yəni 49-dan çıxmalıyıq düzbucaqlı. Bax, ortada olan düzbucaqlının sahəsini. Yəni, 49 çıxılsın 3x, çıxılsın 6-nı. Deməli, indi bunu sadələşdirək. 49-dan 6-nı çıxanda qalır 43. Bu da çıxılsın 3x. Bu da olacaq uşaqlar hansı variant? Deməli, burada, yox, bir dəqiqə uşaqlar, bir dəqiqə burada mən mötərizəni yazmadım, axı, bu səhv oldu. Deməli, 49, buranı bir dənə silək, mötərizəni qoyum. Çünki vurub açanda bu səhv olacaq. Deməli, 49 çıxılsın, 3x çıxılsın 6. Yəni, kvadratın sahəsindən biz çıxdıq burada düzbucaqlının sahəsini. İndi bunu da birinci növbədə yenə də vurub açmalıyıq. Daha doğrusu mötərizələrin açılması qaydasından açmalıyıq. Yazırıq 49 çıxılsın 3x. Nə demişdik? Mötərizənin qarşısında mənfi varsa işarə əks dəyişir. Üstə gəlinsin 6. Deməli 49-un üzərinə 6 gələndə neçə olacaq? 55 çıxılsın 3x. 55 çıxılsın 3x. Deməli olacaq hansı variant? Sonuncu variant. İndi buranı silək, keçək 9-a. Deməli, 9-da nə deyir bizə? Tənliyi həll edin. Yaxşı, deməli, biz yenə də birinci növbədə
sadələşdirmə aparmalıyıq. Deməli, bir dəqiqə qələmi kiçildi. Çox böyük oldu. Aha, yazırıq. Mənfi B çıxılsın mənfi 8. 2 mənfi bizə müsbəti verirmi uşaqlar? Mənfi B üstə gəlsin 8 bərabərdir 6-ya. Deməli, buradan da mənfi B bərabərdir 6. 8 bərabərliyin digər tərəfinə keçəndə işarəni dəyişir. Olur çıx 8. Mənfi B bərabərdir mənfi 2-yə. 6-dan 8 çıxanda mənfi 2. B də bərabərdir neçəyə? 2-yə. Hər tərəfi mənfiyə böləndə düşür 2. Olur ikinci variant. İndi ona baxaq. Deməli, hansı ədədi 4-ə vurub alınan hasilə 30 əlavə etsək cəmdə 150 alınır. Gəlin tənliyimizi quraq. Deməli, hansı ədədi bilmirik. Hansı ədəddirsə, yəni x. 4-ə vursaq, yazırıq, vurulsun 4. Alınan hasilə 30 əlavə edib, əlavə etmək nədir? Yəni, üzərinə gəlib. Cəmdə 150 alırıq. Yaxşı, gəlin indi tənliyimizi qurduq. İndi bunu həll edirik. Deməli, yazırıq. X vurulsun 4 bərabərdir 150. 30 burada müsbətdirsə, bərabərliyin digər tərəfinə keçəndə olur çıx 30. Sonra x vurulsun 4 bərabərdir 150-dən 30 çıxanda 120. X də bərabərdir 120 bölünsün 4-ə. Buradan da x neçəyə bərabər olacaq? 120-ni 4-ə böləndə düşür 30-a. X də bərabərdir 30. Yaxşı uşaqlar, bu qədər. Növbəti izahlarda görüşənədək sağ olun, hələlik.